Herkese selam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili sayfa 18 ve 19 işleyeceğiz. Gelin başlayalım. Bölmemizin adı, yani dersimizin adı Around the World, dünyanın etrafındadır. Gelin baxaq. Bu derse keçiş alanda ilk bizi qarşılayan bir tane web sayfa olur. Web sayfaya gəlin oxuyaq ki, nə haqqındadır. Global Teen Students. Global en yaxşı şagirdlər. By students for students. Şagirdlərdən şagirdlərə. We are the world. Biz dünyayıq. Let's make friends. Gəlin dost olaq. Gəlin indi bunun açıqlamasını oxuyaq. Students from different cultures around the world are on our webpage. Deyir ki, dünyanın ətrafından fərqli mədəniyyətlərə sahib olan şagirdlər bizim səhifəmizdədir. Let's meet there of them today. Gəlin üçü ilə bugün tanışılaq. Birinci şagirdimiz. Adı Luka'dır. Hi, I am Luca. Herkes salam, mən Luca'yam. I am 13 years old and I am a student. Mənim 13 yaşım var və mən bir şagirdəm. This is my camera. Bu mənim kameramdır. And this is my identity. Və bu mənim şəxsiyyətimdir. My beautiful country and my photos of it. Bunun içində mənim gözəl ölkəm və şəkillər var. İndi keçək Camila'ya. Hey, I am Camila. Salam, mən Camila'yam. And I am 12. Və 12 yaşım var. For me, family is very important. Mənim üçün ailəm çox dəyərlidir. When I am with my family, life is fun. Nə zaman ki, mən ailəmlə birlikdəyəm, həyat mənim üçün əyləncəli olur. My friends are important too, but my family is first. Mənim dostlarım da mənim üçün çox vacibdir, amma ailə ilk gəlir. Və axırıncı olaraq Kabali. Hello, salam. My name is Kabali. Mənim adım Kabalidir. I am 11 years. I am 11 and I like music. 11 yaşım var və mən musiqi çox xoşlayıram. But music is not my favorite thing. Amma mənim sevimli məşğuliyyətim musiqi deyildir. Nature is. Təbiətdir. Nature is very important to me and my community. Təbiət mənim və mənim tanışlarım üçün çox vacibdir. Oxuduğumuza görə gəlin indi listingə də qulaq asaq. Global Teen Students. By students, for students. We are the world. Let's make friends. Students from different cultures around the world are on our webpage. Let's meet 3 of them today. Hi, I'm Luca. I'm 13 years old and I'm a student. This is my camera and this is my identity, my beautiful country and my photos of it. Hey, I'm Camila and I'm 12. For me, family is very important. When I'm with my family, life is fun. My friends are important too, but my family is first. Hello, my name's Kabali. I'm 11 and I like music. But music is not my favorite thing. Nature is. Nature is very important to me and my community. Listingə də qulaq asdığımıza görə gəlin tapşırıqlara keçid alaq. Birinci, look at the web page. Yuxarıdakı sayta baxın, comprehensive website adres. Ona görə də website'ın adresini tamamlayın. Gördüyümüz kimi burada saytın adı globalteenstudents.net. Yəni dünya ətrafındakı en yaxşı şagirdlərdir. Bura elə bunu qoymalıyıq. İndi ikinci. Read and listen to the web page and check the correct answer. Yuxarıda verilmiş saytı trəklə qulaq asın və oxuyun. Biz həm qulaq asdıq, həm tərcümə edirik.
Sonra isə düzgünləri seçin. Gəlin biz hər şey etdiyimiz görə indi düzgünləri seçək. What is about? Bu səhifə nə haqqındaydı? World problems, dünyanın problemləri. Students of the world, dünyanın şagirdləri. Gördüyümüz kimi dünyanın şagirdləri haqqındaydı. İkincisi, what's on the web page? Bu səhifədə kimlər var idi? Students, şagirdlər. Students and teachers, şagirdlər və müəllimələr. Gördüyümüz kimi ancaq şagirdlər var idi. Onun üçün students. Və üçüncü, how old is Kabali? Kabali neçə yaşındadır? Kabali gördüyümüz kimi 11 yaşında idi. Onun üçün yazacağıq. Onun üçün 11-i seçəcəyik. İndi keçək üçüncüyə. Read the web page again. Saytı yenidən oxuyun. Check what's important for the students. Şagirdlər üçün nələr vacib olduğunu qeyd edin. Daha biz oxumuşuq, onun üçün yeni oxumayacağam. Gəlin. Nature. Nature gördüyümüz kimi Kabali üçün vacib idi. Burada deyirdi. Nature. Family and friends. Yəni ailə və dostlar. Ailə və dostlar Kamila üçün vacib idi. O da burada onu qeyd eləyir. İndi üçüncü fotoqrafi, şəkilçilik. Şəkilçilik də Lukaya aid idi. Və o burada da deyir. İndi keçək axırıncı tapşırığa. Axırıncı tapşırığı deyir. Find the words on the web page and then explain them to your partner. Saytda verilmiş sözləri araşdırın, sonra onu öz dostunuza izah edin. Use dictionary to help you. Lüğətdən kömək ala bilərsiniz. Gəlin yazaq. Beautiful. Beautiful bilirik ki, gözəl deməkdir. Bu da hal yazılmışdır. Bu da yazılmış ki, my beautiful country. Mənim gözəl ölkəm. Yazacağıq ki, gözəl. İkinci, country, ölkə. Country bilirik ki, ölkə deməkdir. Onun üçün də ölkə yazacağıq. Ölkə. Üçüncüsü, foto. Foto bilirik ki, şəkil deməkdir. Onun üçün yazacağıq ki, şəkil. Şəkil. Və son sözümüz fun, yəni əyləncədir. Əyləncə. Aşağıda da bir dənə think tapşırıq verilib. Think, düşün. Find 3 photos of your country that are important for you. Öz ölkəniz haqqında 3 dənə şəkil tapın. Və hansılar ki, bunlar sizin üçün vacibdir. Why are they important? Və onların niyə vacib olduğunu əsaslandırın. Bu da sizin özünüzdür. Sizin özünüz seçməlisiniz ki, hansı şəkillər hansı ölkənizdəki hansı şəkillər sizin üçün vacibdir. Bunu özünüz əsaslandıracaqsınız. Demək, bugün sizinlə birlikdə səhifə 18-19 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.